dərd orasıdır ki, efirləri son 20 ildə elə vəziyyətə qoymuşdular ki, normal sənət göstərilən efirə baxılmır, başa düşürsən, söhbət ondan gedir. Ancaq hayküyə baxırlar. Hayküyə də atırlar cəmaatın üstünə, cəmiyyətin üstünə ki, onlar belə istəyir qalmaq cəmaatın zövqünü belə formalaşdırdılar. Cəmaatı günahlandırmaq lazım deyil. Yəni formalaşdırdılar, cəmaat da nə verirsən onu da onunla qane oldu. Neynəsin cəmaat? Televiziya baxırlar ki, qalmaqala baxırlar, mədəniyyətə baxırlar, gözəl musiqiyə baxırlar. Dönən deyilən mahnısına qulaq asaq. Sabit olur mu? Bir gün məni yanıb ağlayacaqsan. Tablon deyil. Çox belə ürəkdən xəbər verən sözlərdir. Sağ olsun. 2 saat ərzində dedi mənə 2 saat, müəllimə 2 saat vaxt ver, mənə dedim verirəm, yaz. Yazdı, göndərdi. Uşaqlar da sağ olsunlar, girdilər studiyaya oxudular. Hərə adama bir misra oxuyublar, amma sağ olsunlar, haqqını veriblər. Əslində bir var məsəl üçün elə əsərlər var ki, 1 il çəkir amma belə effekt vermir. Qəflətən spontan əsərlər o qədər gözəl, yəni təsir bağışlayır. Baxanda deyərsən ki, buna bir neçə ay sərf olunub. Həqiqətən baxanda mən bu klipə düşündüm ki, buna bir neçə ay sərf olunub. Əslində bir söz deyim sizə, çəkilişi də